Vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 12 aprel bildiyiniz kimi DİM-in 2-ci zonaya daxil olan məktəblər üzrə buraxılış imtahanının keçirilməsi baş verdi. Gəlin baxaq, mən sizə Azərbaycan dilindən qrammatika suallarının izahını verəcəm. Demək, baxıram 27-ci suala. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri istəyir məndən. Mən ağa ağ dedim, qaraya qara, sən məni istədin çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Doğrudur hissəsində düzəltmə sözlərdən ikisinin kökü feildir. Baxıram düzəltmə sözləri altından xətt çəkim. Bunun dəyişim. Demək, burada sağalır sözüdür, yara sözüdür, yaralı sözüdür burada. Düzəltmə olanlar. İndi baxın buradan hansıları feildən, kökü feildir. Sağ sözündən sağalır. Yəni burada al-əl feillərə qoşulmaz, adlara qoşular. Yardan yara yaranır, yardan yara yaralı. Yəni burada ikisi bəli, kökü feildir. Bu doğrudur. Adlıq, təsirlik, yönlük halda olan isimlər işlənmişdir. Baxıram burada yara sözü adlıq haldadır. Könlümə sözü yönlük haldadır. Təsirlik halda olan söz var burada məni. Amma o isim deyil. İsim istəyir məndən. İkini çıxıram. İkini çıxıramsa D-ni, Y-ni, B-ni çıxıram. Təsriflənməyən feil tərkib əmələ gətirib. Demək, yenicə sağalır vurduğun yara. Vurduğun yara. Hansı yara? Vurduğun yara. Tərkib əmələ gətirməyib uşaqlar. Üçü də çıxıram. Demək, C-ni də cavab qalır A variantı, amma yenə baxaq. Əvəzliklərin hamısı ismi əvəz etmişdi. İsmi əvəz edibmi? Məni ismi əvəz eləyib, bəli. Mən ağa ağ dedim, bu da sən əvəz eləyib ismi. Amma bu, burada ismi əvəz eləməyib. İsmi əvəz etmişdi. Mənim bu yaralı. Yox, 4-ü götürürəm burada. Təsriflənən feillər yalnız xəbər və əmr şəklindədir. Çəkəsən sözüdür burada. Dəymə sözüdür, istədin sözüdür. İstə sözündən istədiyini xəbər şəklindədir. Çəkəsən arzu şəklindədir. Dəymə əmr şəklindədir. Yalnız xəbər və əmr şəklindədir. 5 səhvdir uşaqlar. 5-i də götürürəm. 6-ya baxıram. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Uşaqlar, burada yaralı sözü əlamət bildirir, amma bu mənim bu yaralı könlümə dəymə. Mənim könlümə dəymə də. Yəni bu doğrudur həqiqətən də. Ona görə 1, 4, 5 olacaq orada cavab. Demək, cavab A variantı. 28. Əlbəttə çalışqan şagird dərslərini vaxtında hazırlayar. Nə edər hazırlayar? Kim? Şagird. Hansı şagird? Çalışqan şagird. Nəyi? Dərslərini tamamlıq. Vaxtında, nə zaman? Vaxtında. Demək, oldu burada təyin, mübtəda, tamamlıq, zərflik, xəbər. Cavab D variantı. 29. Hansı sözdə 2 leksik, 2 qrammatik şəkilçi var? Uç sözündən uçqundakılardır. Elə cavab A variantı olacaq. Qur sözündən qurulmuşdur. Burada bir leksik şəkilçi çatmır. Vətən, pərvərlikdir. Burada bir qrammatik şəkilçi çatmır. Yaraqlanmaq sözündə bir qrammatik şəkilçi var. Ümumiyyətlə çıxıram. Qurudakılardan. Bu da demək, bir leksik şəkilçi çatmır burada. Hərəsindən 2 dənə deyir. Ona görə 29-da A variantı olacaq. Hansı cümlədə məqsəd zərfliyi işlənib? Anar 5 aldığı üçün çox sevinirdi. Niyə? Nə səbəbə? Səbəbdir burada. Çıxıram. Düşmən qorxaraq geri çəkildi. Səbəb nə idi? Qorxmağı idi. Bu da səbəbdir. Dostunu təbrik etmək üçün hədiyyə aldı. Nə məqsədlə hədiyyə aldı? Dostunu təbrik etmək üçün. Cavab C variantıdır 30-da. İstidən qonaqların hamısı tərləmişdi. İstidən burada səbəb zərfliyidir. Altından hamısını xətt çəkirəm. Bunu elə başa düşməyin ki, mübtəda kimi xəttini çəkirəm də. Yəni düz xətt. Sadəcə çəkirəm ki, tez verim izahını. Uşaq tərifləndiyi üçün həvəsə gəlmişdi. Niyə? Nə səbəbə? Tərifləndiyi üçün. 30-da cavab C variantı. Hansı nümunədə xitab söz birləşməsi ilə ifadə olunub? Şairdir, görünür, düz ilqar var, yoxdur. Əzizim, sirdaşım, köməyim sənsən. Burada görürsünüz ki, tək sözdən ibarətdir. Ay yoldaş, burada ay yoldaş işlənməyinə baxmayaraq, yəni nida işlənib, amma söz birləşməsi əmələ gətirmir. Çıxıram. Böyük oğlum, kiçik qızım dərs əlaçısıdır. Burada böyük oğlum, kiçik qızım həmcinslik yaradıb. Yəni, ümumiyyətlə xitab deyil. Niyə məl olsan? A, dağlar qızı. Dağlar qızı burada bəli, xitabla işlənmişdir. Amma dağlar qızı özü söz birləşməsi olduğu üçün 31-də cavab olacaq Y variantı. İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin sırasını müəyyən edin. Şuşa şəhəri Həcər ananın ömrünün nahıl vaxtları mübtədadır. Səngər əsgərlər, komandirlər mübtədadır. İmtahan nəticələri həyəcan, sevinç mübtədadır. Payızın son ayı dəniz sahili mübtədadır. 10-cu sinif şagirdləri, sinifin şagirdləri, hansı sinifin 10-cu təyin, son qələbəyə olan inam hissi mübtəda, son qələbəyə olan cavab Y variantı. Yalnız biri saydır, birgə zərfdir, çoxal feildir, sonsuz sifətdir, 1-ə 5 zərfdir, 1-2 cavab C variantı. Hansı sırada yalnız 2 sözdə eyni hərf buraxılmışdır? Boykot sözündə, demək, boykot, bariyer, müntəxabat, ümumiyyətlə fərqlidir, görürsünüz ki, ikisi eyni deyil. Demək, A variantını çıxır.
Mütəğabatda ə olacaq, ona görə çıxıram. Ambisiya, tramvay, ambulator hamısı eynidir, çıxıram. Buldozer, fotoetüd, xınayaxdır, çıxıram. Asfalt, güvənc, qəlb, ümumiyyətlə çıxıram. Qəlb də ola bilər burada. Sellofan, pianino, aranjman, cavab Y variantıdır 34-də. Keçdim. 35. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri müəyyən edin. Əziziyəm dərdimi, suya deyim dərdimi. Bağban, şirin yuxuda, əğyar gülü dərdimi. Birincidə suya deyim, mən deyim də, şəxs xəbərlik şəkilçisi. Demək, birincidə şəxs xəbərlik. İkincidə suya deyim dərdimi. Mənim dərdim i təsirli kalın şəkilçisi, hal şəkilçisi. Üçüncü, əğyar gülü dərdimi, ədat. Demək, cavabı axtaraq burada görək hansı oldu? Şəxs şəkil. Birinci, xəbərlik şəkilçisi. İkincisi, hal şəkilçisi. Üçüncüsü, sual ədatı. Cavab D variantı. 36. Biri feilin indiki zamanının inkarındadır. Gəlməz qeyri-qəti gələcəkdir. Gəlmədi, keçmiş zamandadır. Şuhudi keçmiş, gəlməyib. Nəqli keçmişin inkarıdır. Gəlməmişdir. Yenə də nəqli keçmiş zamanın inkarıdır. Gəlmir. Cavab olacaq 36-da B variantı.